Herkese selamlar dostlar. Necəsiniz? Var, ne var? Neyiniz dostlarım? Gördüğünüz gibi böyle bir efektle bingo ile karşınızdayım. Yani bu bingonu tamamlamaya çalışacağız. Gördüğünüz gibi ben çoktan video atmadım. Ben TikTok'ta daha çok paylaşımları üstünlüğü yani TikTok'a veririm dostlar. Ne bileyim videolarım yani bəziləri tutur. Futbolla bağlı çok videolar paylaşıram. Yani orada mənə olsa bir video YouTube videomda da kanalıma adını vermiştim. Orada mənə yəni dəstəklərinizi verə bilərsiniz TikTok kanalıma. Yəni orada daha çox TikTok kanalımda fəaliyyət göstərirəm. Orada videolar paylaşıram. Burada da arada bir YouTube'a video da atıram. Yəni belə futbola bağlı. Yəni indi vlog kanalımda futbola bağlı falan. Orada da necə deyim, futbola bağlı TikTok'ta oradan paylaşımlarını görürük. Belə bir bingodur. Yəni bu oyuncular gəlir, hansı klublarda oynayıblar sonra qoyur. Salah gəldi. Salahı biz təbii ki Liverpool'da oynayıb, Chelsea'də də oynayıb Salah. Ona görə Liverpool'da oyuncu gələcək bir dənə. Gələr də Liverpool oyuncular çox gələr deyənə. Salah'a Chelsea var ki, böyle bir şey qalmaz. O Karim Benzema. Karim Benzema başqa. İndi Alet'də atladı. Alet'də başqa. Real'a qoyaq da. Başqa klubu bilmirəm. İlkay Gündoğan. Borussia Dortmund, Barcelona ve Inter oynuyor. Inter demək. Manchester City oynuyor. Barcelona City çok oyuncu gələr, amma Borussia Dortmund az məncə gələr deyənə. İlkay Gündoğanı da Dortmund'a koyduk. Ve növbəti sıradaki oyuncumuz Cristiano Ronaldo geldi. Ronaldo biz ki buradaki birçok da klublarda oynuyor. Sporting olsun. Sporting'de Juventus'ta ve Real Madrid'de oynuyor. Biz Juventus'ta da bence Sporting'de az gelir. Sporting'de ne bileyim. Onu Sporting oluyor. Juventus'a başka oynuyor. Robin Gozens harda oynayabilir. Inter'i yoxlayaq görək. Aha, Inter'de oynuyor. Spinazzola Roma. Højbjerg harda oynayabilir. Benfica'da oynuyor. Hakkımız gitti. Frank Kessie, Barcelona, Milan. Biz Milan koyaq. Bəli dostlar, Antoine Griezmann birisi ki dostlar Atletico Madrid, bir de Barcelona'da oynuyor ben. Başka da oynuyor. Hadi Atletico Madrid, Barcelona. Barcelona gələr yenə də. O deyirəm, Atletico çox gəlməz. Ona görə Griezmann Atletico Madrid'ə qoyur. Draxler Benfica. Romelu Lukaku Roma, Inter, bir de şeydə oynayıb. Roma, Inter getib də. Bir de Chelsea'də də oynayıb, bəli. Chelsea'də hesab eləməmsə. Lukaku yani başqa yoxlayacağam da. Atalanta'da oynayıb. Yox. Roma, Inter, Chelsea'də. Neymar geldi gördüğünüz gibi. Neymar Junior. Neymar'ı koyuruq Paris'e. Leroy Sané başqa. Bir də onu Bavariyada bilirəm. Onu elə Bavariyaya qoyuruq. O Lionel Messi Barcelona'nın sahibi geldi. Balotelli də həmçinin Inter'də oynayıb. Başqa. Balotelli. United'da oynayıb. Bilmem bunu kesirəm. Gianluigi Buffon Juventus'a qoyuruq. Bir də tamamlasaydı yaxşı olardı. Diego Godin. Atalanta yoxlayacağam, yox. Martin Odegaard Arsenal, Real. Bir de harda oynayıb. Ajax. Yox, hayda haqlarımız gedir. Kai Havertz. Arsenal qalmışdı ki, Arsenal görmədim. Dostlar, Arsenal görmədim. Odegaard'ı qoyardım da ora. Onda Kai Havertz'i qoyduq Arsenal'a. Eden Hazard. Ayda. Ne pis oldu Allah. Eden Hazard onu oynayıb ki. Atalanta, Ajax, City. Yox, bunlarda heç birini oynamayıb. Və haqqımız bitdi. 6 tane takım qaldı. Bu 6'sını da eləsəydik bingo. Udurduq da yəni. Eybi yox. Və dostlar, videomuz buraya qədərdir. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Görüşək.